Demək olar ki, bütün tiroid xəstələrinin etdiyi səhvlərdən danışırıq. Tiroid hormonlarını qaydaya salmadan, tiroid hormonlarını normaya salmadan arxalamağa çalışmaq. Tiroid hormonlarınız normada olmasa, ac qalsanız da arxalaya bilməyəcəksiniz. Öz başına türkə çarələrdən istifadə eləmək, yəni məsələn qoz pərdəsinin üzərinə spirt töküb qaranlıq otaqda saxlamaqla ondan öz başına istifadə etmək və yaxud da elə aptekdən yod tərkibli dərmanlar alıb həkim məsləhəti olmadan qəbul etmək. 30 dəqiqə qanununa riayət etməmək, yəni əgər tiroid hormonları əlavə kənardan alırsınızsa, hipotiroz xəstəsisinizsə, hamının bildiyi Eutirox, Eltiraksin dərmanlarını acıqarına qəbul etdikdən sonra 30 dəqiqə fasiləsinə riayət etməlisiniz. Əgər 30 dəqiqə ərzində heç bir şey yeməsəniz, dərman olduğu kimi olduğu dozada orqanizminizə sorulacaq. Yox, əgər 30 dəqiqə prinsipinə riayət etməsəniz, vaxtından əvvəl nəsə bir şeylə qidalansanız, həmin dərmanın sorulması pozulacaq, ya az bir miqdarda orqanizminizə sorulacaq, ya da tamamilə məhv olacaq, sıradan çıxacaq. Tiroid vəzə normal və müsbət təsir göstərən kök, yaşıl bitkilər, quzu əti, çörək otu kimi qidalardan istifadə etməmək. Əslində bu 4 prinsipə riayət etməyə çalışsanız, tiroid xəstəsi olsanız da həyatınızı tam normal və sağlam şəkildə davam etdirə bilərsiniz.